Allah bizdən nə istəyir? Allahın insandan istədikləri ümumiyyətlə yaradılış səbəbləridir, belə deyək. Və insan təkmilləşmək üçün yaradılıbdır, tərəqqi üçün yaradılıbdır. Baxmayaraq ki, kamil biçimdə yaranıbdır, amma tərəqqi üçün əsas meyardır və insanların ümumiyyətlə gəlmək səbəblərindən biri də budur ki, doğru və düzgün şəkildə ibadət etmək üçün. Yəni, ibadət eləmək üçün yaradılmağımız haqqında əgərlərə, ayələrə müraciət eləsək, bunun şahidi oluruq. Və ibadət deyəndə də biz belə düşünürük ki, bəzən və bir çox hallarda ki, ibadət yalnız namaz, oruc, həc və bu sayaq ibadətlərdir. Amma bunların kənarında həm də ailəyə xidmət eləmək də ibadətdir, valideyninə qulluğunda dayanmaq ibadətdir, evladına gözəl nəvaziş göstərmək ibadətdir, qonşularla gözəl keçinmək ibadətdir. Yəni bunların hamısı ibadətdir əslində. Sadəcə olaraq doğru və düzgün şəkildə icra olunduqda ibadət kimi qəbul olunur və Allahın da istəyi budur ki, insan doğru bəndəçilik eləsin. Yəni, doğru bəndəçilik etdiyi sürəcə insan o əsas hədəf üçün artıq qədəm götürür. Bəs biz doğru ibadət etdiyimizi deyirik ki, məsələn, qonşularımızla, onda bu bizim bütün yaxın ailə üzvlərimizdən, qohumlarımızdan, bütün münasibətlərimiz ibadət sayılır da. Bəli, onlar ibadətdir və əxlaq normalarında, İslami əxlaq normalarında bunlar çox təkid olunmuş göstərişlərdəndir ki, hətta Peyğəmbər salavatıllaha buyurulur ki, Peyğəmbər salavatullah haqqında buyurulur ki, o qədər təkid etdilər Peyğəmbər Əkrəm salavatullah ki, elə bildiyi ki, deyəcəklər qonşular da bizdən miras aparır. Yəni, bu qədər qonşuların haqqını təkid olunur. Təəssüflər olsun ki, insanlar özləri öz aralarında öz xarakterlərinə uyğun olaraq davranırlar və bunu İslama və yaxud da ki, hər hansı bir ədəb normalarına sığdırmağa çalışırlar. Biz sırf əgərləri İslam baxışı ilə baxsaq, qonşu da öz həddini bilməlidir və ev əhli də öz həddini bilməlidir. Hədd bilindikdə doğru ibadət olur. Hədlər aşıldıqda artıq normadan kənara çıxılır, belə deyək. İnsanlar axı qəbul etmirlər onlar həddini heç vaxt aşdıqlarını. Onlar deyirlər ki, mən elə düzdürəm, mən bilirəm, qonşu səhvdir. Yəni, biz özümüzdə görə bilmirik günahı əslində. Bu da problem. Əsl problem bundadır ki, insan özündə deyil də qarşıda görür həmişə. Yaranan səbəbi qarşıda axtarır. Əgərləri kökünü özündə axtarsa, qarşı tərəfin elədiyinin onun umurunda olmayacaq, belə deyək. Bəs